Paytaxtda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişin daşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb. Səhər saatlarının bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb, Aynanın monitorinq mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Yağıntılı və küləkli hava şəraitinin olmasına baxmayaraq, avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslar arası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur. Qeyd edək ki, bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi marşrut avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda tezliklə daha ətraflı məlumat veriləcək.